Dostlar, hamıya salam. Sizinlə Nanulya SMR'dir. Deməli, bu günləri bizdə buddur. Burada hissə verilmiş bud və burada saçaqlı pendir. Həmçinin bizdə sosdur. Nənəmin firminli badımcanla olan sosu ən dadlıdır. Ətdən də belə dadlıdır. Burada da salatdır, kahıdır, xiyardır, pomidordur, smetandır və burada kurasan çay içəcəyik ondan bir yerdə. Gəlin başlayaq, çox acam. Dünənki videodan necə gözəl rəylər mənə gəldi vlog. Bu günlərdə qərar verdim vlog çəkim. Biraz drill səsi eşidəcəksiniz. Vlogdan biləcəksiniz nədir. Artıq beziriblər məni. Mən nə qədərdir neçə zamandır mukbanga otura bilmirəm. Ay. Drill səsi səhər saat 9-dan. Dır. İndi çəkiclə başladılar. Vlog bir gündən bir olacaq. Gördüm ki, yaxşı getdi. Bəyəndiniz. Hələ birazdan anamla alış-verişə də gedəcəyim. Mama işdən gəlsin. Onu da çəkəcəm sizə. Evə nə alırıq falan. Amma konkret ucu aylıq deyil də bizdə. Nə qutarıbsa onu alacaq. Sos möhtəşəmdir. Və bugünkü hekayəm nə olacaq? Necə mən pis kompaniyaya düşürəm? Mənim elə bil yetkinlik dövrüm başladı 2019-cu ildən sonra. Konkret bu uşaqların problemləri necə başlanır? Məndə 2019-dan sonra başladı. Mən papanı itirirəm. Ondan sonra vəsə, başım gedir o başqa yana. Instagramda bir dənə podruqa ilə tanış oluram. O belə nədir ona, tvorческий insandır, incəsənət insanı. Və o mənim yaxşı olmayan bir dənə kompaniyaya gətirir. Hardakı oğrular var. Oğramaq yəni normaldır. Mən də heç belə bir şey görməyən insanım. Konkret şok yaşayıram, amma inana bilmirəm ki, onlardır. İndi danışacağım necə. Deməli, qızla tanış oluram, sonra həmən qız öz qız kompaniyası ilə məni tanış eləyir. Öz podruqaları ilə. Gedirik, gəzirik, kafelərdə, restoranlarda, gedirik, otururuq. Çox yaxşı qızlar idilər. Hərdən şotu kimsə bağlayırdı, hərdən mən. Bir-birimizi ötüşdürürdük, belə deyəm. Söhbət eləyirdik, gəzirdik. Və bir dəfə biz parkda oturmuşduq və mən getdim su almağa.
Yəni həmin insanlara güvənirdim də. Kaşlokumu götürdüm. Oradan pulumu çıxartdım və təzədən qoydum sumkaya və sumkanı qoydum podruqalarımın yanında. O vaxta görə mənim üçün bu normal idi. Güvəndiyim insanlar idi. Yəni burada nə var axı? Heç bir şey. Necə yadımda da hər şey sahil parkında baş verir. Orada bilirsiniz ki, belə stendlər var. Haradakı budkalar su, soğuk hər şey satılır da. Qayıdıram. Orada da məndə xırda qaldı. Yalan demirəmsə 5 manatı götürmüşdüm. Logik cəhətdən mən bunu təzədən kaşloka qoymalıyam. Budumuz vay vay vay. Və görürəm ki, orada məndə pul çatmır. Məndə orada bir dənə 100-lük var idi. Və manatlar, belə-belə şeylər və 50-lik. 100-lük var, 50-lik yoxdur. Təsəvvür edeyim, podruqalarımdır. Mən necə deyim? Oğurlamışam. Nə faktlarım heç nə. Deyirəm, bəlkə mən səhv gördüm, amma mən səhv görməmişdim. Bunda əmin idim. Çalışıram bu dəfə daha diqqətli olum. Və biz taksiyə hamımız otururuq. Və mən ortada yox, qıraqda oturam. Qızlar da necə olur? Arxada 3 nəfər. Elə də oturmuşduq. Məcbur sumkamı öndə oturan qız götürdü. Çünki tıxac idi, mümkün deyildi. Məndə sumka böyük idi. Mən bilmirəm bu nətər oldu. Amma ki 20 ya 10 və belə məbləğdə pul itir. Nədən mən hamısını bunu bilirəm? Və belə əminliklə danışıram. Çünki mən kaşlokuma həmişə pul qoyanda mən baxıram mən nə qədər qoyuram. Mən pula çox diqqətçiyəm. Evə gələn kimi də hər şeyi yerinə qoyuram, sonra təzədən götürürəm lazım olanda. Və o vaxtı logik cəhətdən mən yoxlamıram da taksidə, yəni nə olacaq? Evə gəlirəm və görürəm ki, tam yadımda deyil, ya 10 ya 20 məndə pul çatmır. Və başa düşürəm ki, mənim o kampaniyam komplet oğurçuluqla məşğuldur. O yüzden ki, öncədən deyim, çox yaxşı ailədəndir hamısı. Yəni ona görə birinci heç ağlıma da gəlmirdi. Yəni valideynləri özləri yəni yaxşı rayonda yaşayırlar, yaxşı ailədəndirlər. Elə bir şey yoxdur ki, belə bir insanlarla dostluq eləmişəm, yox. Ona
bir adama qəribə gəlir. Və bir dəfə mən də deyirəm yenə okey. Cəhənnəm. Yəqin ki, nəsə səhv görmüşəm. Amma əslində bilirsiniz necə? Elə bil həmən insanları itirməkdən qorxurdum. Kampaniyam ancaq onlar idi. Qorxurdum ki, indi təkəm, görürsünüz. Nə podruqam var, nə dostum var. Bundan qorxurdum. Ona görə də düzə baxmağa konkret çəkinirdim. Halbuki hər şey göz qabağındadır. Və bu podruqalarımdan biri mənə gecə saat 2-də yığır. Bir dəfə üçüncü nə ilə qutardı da deyim bu kampaniya ilə bitməyim. Mənə zəng eləyir ki, maşında avariya düşmüşəm. Orada nəyisə əzmişəm, kimisə orada neynəmişəm. Və belə bir şey. Tələsik mənə nəsə deyir ki, mənə pul lazımdır. Mən də yəni podruqamdır da, nə qədər. Bir mama papa deyir ki, sabahları yəni verəcək, mən sənə verərəm. Cəmənə. Mən də bilirəm axı bu insan yaxşı ailədəndir, yəni. Nə qədər o vaxtda mənə 400 dediyi, nəsə belə bir şey. Nə qədər gicəm, mənim mama dedi ki, göndərmə. Sonra yenə zəng elədi, hardasa saat səhər 6 idi. Mən bilirəm ki, indi bəziləriniz deyəcəksiniz ki, yəni bu qədər dəli olasan, yəqin ki, bu qədər dəliyəm də, yəni o qədər saf idim. Elə bilirdim, bu qədər lazımdır, bu qədər indi lazımdır. 1000 neçə manat, 2000-ə yaxın manat ümumiyyətlə ona göndərdim. İndi deyəcəksiniz ki, sən də hardan idin? Biz o vaxtı evi təzə satmışdıq. Mama da hansısa bir büdcənin bir hissəsini mənə vermişdi. Mənə maşına. O podruqalarım da bunu bilirdi. Mən də belə ürək rahatçılığı ilə bunu verdim ki, insana qaytaracaq. Telefon söndürmələr, day zəngimi götürməmələr. Anasına qədər çıxmaq istədim. Amma ki, başa düşdüm ki, anası mənə nə deyəcək, mənə vermirsən. Qızıma vermişsin, bir danış. Məndən ona zəng elədim, dedim ki, mən pulumu qaytar. Deyir, hansı pul var? Axırı ona çatdım, mənə onun nömrəsini dəyişdi, nə bilim, oradan dostdan, tanışdan, nədən tapdım nömrəsini. Deyir, hansı pulu? Deyirəm, axı, mən sən pul vermişdin. Deyir, sən mənə pul verməmişdin, sən mənimlə borc götürmüşdün. Onu da mənə qaytardın həmən gün. Mən sübut eləyə bilmədim. Üzümə dirəşib, deyirdi ki, mən ondan götürmüşəm borc. O da nədir onun adı? Mən də qaytardım həmən gün. Yəni, ona görə uşaqlar pis kampaniya düşməyin. Podruqaları seçin. Həyatda yəni belə bir şeylər də olarmış. Ən azından indi bu insanlar həyatda yoxdular. Yəni ən azından mənim həyatımda yoxdular, düzün deyək. İnşallah kimisə həyatını korlamayıblar belə. Yaxşı ki, hələ ondan çox verməmişdim pul. Halbuki istədim, mən ucu vermədim. Yəni belə. İndi başa düşürəm ki, mən nə qədər gic və safam. Belə səhvlər eləməyim. Əzizlərim, sizlə Nanula SMR idi. Köhnə videoma baxmamısınızsa bura basıb baxa bilərsiniz. Burada da loqom olacaq. Basıb orada takib mənə ata bilərsiniz.
Sabahədək əzizlərim.